Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'a həmd sənalar olsun. Bir daha ömrümüzdə Mah-ı Muharrəm, Əza ayı İmam Hüseyin əleyhissalamın roza məclislərində əyləşməyi, iştirak etməyi bizlərə nəsib etdi. Bu əzalı, bu müsibətli günlər münasibəti ilə başda sərvərimiz, Mövlamız, İmam-ı Zaman Əccəlallahu Fərəcahu Şərif olmaqla bütün dünyanın haqq-sevər insanlarına, bütün müsəlmanlara, bütün əhl-i beyt sevərlərə, siz əzizlərimizə təsliyyət ərz edirəm. Allah mütəal bu əzadarlıqları bizlər üçün axirət zəxirəsi qərar versin inşallah. Artıq Mühərrəm ayı başlayıb, qəm-qüssə ayı başlayıb və bu Mühərrəm ayının başlaması, bu əza günlərinin başlaması bütün haqq qəbul edib, vicdanı oyaq insanların qəlbində bir təsir buraxır. Ki, dünən məclisdə dedik ki, bugünün başlaması ilə əlaqədar olaraq ərşidə İmam Hüseyin əleyhissalamın o nizələrdən, oxlardan, xəncərlərdən para-para olmuş qanlı köynəyini mələklər asar ərşidə, o köynəyin hüzni, qəmi, kədəri bütün dünya əhlin bürüyər. İndi kimin qəlbi oyaqdır, vicdanı oyaqdır, o hüzni hiss edər, o kədəri hiss edər. Hər kimin qəlbi ölsə, ölən qəlb mənəvi məsələləri duya bilməz, hiss edə bilməz. Əvvəldə deyim ki, bu əzadarlıq məclisləri biz özümüzünkiləşdirməməliyik. Bu əzadarlıq məclisləri bu cür təqdim etməməliyik ki, İmam Hüseyin əleyhissalama əza saxlamaq elə Şiə məzhəbinə xas bir əzadarlıqdır. Bu məclislər, bu tədbirlər elə Şiələrin tədbiridir. Bu cür təqdim olunmamalıdır. Çünki nə İmam Hüseyin əleyhissalam bir iddənin, bir cəmiyyətin imamıdır. O bir dənə ilahi imamdır və ilahi məramları çatdırmaq üçün gəlmişdir. Və eyni zamanda da biz baxsaq ki, bu günlər İmam Hüseynə ağlayan gözlər həm də eyni zamanda Yezidə lənət oxuyur. Məyər Yezid yalnız əhl-i beyt dostlarına zülm eləmişdi. Yezidin bütün İslam ümmətlərinə zülmü olub. Əgər indi o dövrdə bu cür təqsim olmamışdı da, məsələn, o dövrün terminləri ilə o dövrdə belə bir şey yox idi, Şiə ya Sünni, bu cür məsələlər ki, yox idi o dövrdə. Yəni, bu cür deyilmirdi. Mən demirəm məsələlər yox idi, amma bu cür deyilmirdi də. Məsələn, Əli dostları var idi və məsələn, fərqli bir adlarla onlar deyilirdi. Məsələ burasındadır ki, o dövrün elə əhl-i beyt davamçıları olmayan insanlarına, müsəlmanlarına Yezidin zülmü elə əhl-i beyt sevərlərdən çox olub. Tarixdə bir dənə Hirrə hadisəsi var. İslamın utanc tarixidir, Hirrə hadisəsi. Yezidin xilafət dönəmində olub.
Hər kim maraqlansa, baxsa, vicdanlı insanlar bunu tarixdə görərlər ki, Hirrə hadisəsində Yezid Mədinədə etdiyi zülmü heç Kərbəlada eləməyib. Kərbəlada bu idi ki, bizim imamlarımızı şəhid eləyiblər də. Amma Mədinədə Yezidin 3 gün qoşunu daxil olub Mədinəyə, Mədinənin əhlinin malını, namusunu özlərini halal biliblər. Yəni, mənbərdir, mən təfərrüatlarını deməyəcəm məsələn. Hər kim istəsə maraqlansın tarixdə. Yəni, Yezid Mədinə ki, adətən bu cür götürsək, böyük əksəriyyəti imamiyyə düşüncəsində, məzhəbində də deyildi. Yezid orada bir zülümlər törədib ki, ona görə bu günləri vicdanı olan bir şəxs Yezidi müdafiə edə bilməz, dinindən, məzhəbindən, əqidəsindən asılı olmayaraq. Hansı dində olursan ol, bir nəfər şəxs bu gün qalxıb, əgər Yezid müdafiə edirsə, o insanın insaniyyətlə, ümumi insanlıqla düşmənçiliyi var. Çünki Yezid belə bir şəxs olub ki, bu Yezid nə Şiənin düşmənidir, nə tək sünninin düşmənidir, nə tək müsəlmanın düşmənidir, bu insanlığın düşməni olur. Belə bir şəxsi bugün kimsə gələ, müdafiə eləməyə qalxa, onu elədiyi nöqsanları bir az ört-bastır eləməyə çalışa, danışanda da bəzi hallarda çox təəssüflə özlərini elm tələbəsi elan eləyənlər gəlirdi, düzdür, Yezidin səhvləri olub, amma nədir? Qardaşım, Yezid bir dənə məlundur. Ya bunu deyəcəksən, ya yalandan demə ki, Yezidin qətl elədiyi Peyğəmbər balasını da mən sevirəm. Əgər sən Yezidi müdafiə eləməyə çalışırsansa, sən ondan bir zərgədə, bir düşüncədə, bir amalda olan insansan. Yezidin müdafiəsi yoxdur. Və eyni zamanda mən ki, deyirəm, bu məclislər bir iddə müsəlmana xas deyil, gərəkdir ki, bütün İslam aləmi İmam Hüseyn əleyhissalamı əza saxlasın. Bütün İslam aləmi. Çünki İmam Hüseyn əleyhissalamın hədəfləri, amalları ki, mən söz verdim, inşallah bu 10 günlükdə nəsib olsa, İmam Hüseyn əleyhissalamın məktubları vasitəsilə o həzrətin amallarını biz danışmağa çalışarıq. İmam Hüseyn əleyhissalamın amallarına baxaq, Mədinədən ta Məkkəyə, Məkkədən ta Kərbəlaya İmam Hüseyn əleyhissalamın xütbələri var. Bir də məxsus kitab var, Əz-Mədinə ta Kərbəla. Mədinədən Kərbəlaya qədər 6 ay müddətində İmam Hüseyn əleyhissalam yol boyu harda nə qədər xütbə deyibsə, hamısı tarixdə qalır. İmam Hüseyn əleyhissalamın heç bir xütbəsində biz görmərik ki, İmam Hüseyn məzhəbi məsələlərə toxunur. Ümumi İslami məsələlərə toxunub. Heç vaxtda dəvət eləyəndə İmam Hüseyn əleyhissalam dəvət eləmir ki, ay insanlar, mən sizin 3-cü imamınızam. Yəni, əqidəvi məsələdə insanları dəvət eləmir ki, deyir ki, mən sizin Peyğəmbərinizin balasıyam. Yəni, ümumi İslamın dərdi üçün İmam Hüseyn əleyhissalam ayağa durmuşdu. İmam Hüseyn əleyhissalam ümumi İslamın müdafiəsi üçün ayağa qalxmışdı. Ona görə bunu bütün məzhəblər, bütün vicdanlı insanlar bu məclisləri təşkil eləməlidir, bu məclislərdə iştirak eləməlidir, bu məclislərdə özünü əzadar hiss eləməlidir ki, bizim dinimizin yaşaması üçün canından keçmiş bir insanın biz əzadarlığında iştirak eləməlidir. Və eyni zamanda, dünən bir məsələ dedim ki, bu Mühərrəm ayı, bu 10 günlük, hətta mən deyərdim ki, Ramazan ayından daha sürətlə insanı müəyyən məqsədlərə aparıb çatdıra bilər. Bu sözdə nə çox böyük bir söz deyil, nə də bunu sabah kimsə təhrif eləməyə çalışmasın ki, bu olmadı da Ramazan ayıyla, Allah ayına, Mühərrəm ayını gəldilər. Bu cürdür, çünki həqiqətində bu da Ramazan ayı orucluq ayıdırsa, bu orucu bugün yaşadıb, gətirib bizə çatdıran Əbu Abdullah Hüseyn əleyhissalamdır. Bu cümə namazı namazdırsa, bunu gətirib bizlərə çatdıran Əbu Abdullah Hüseyn əleyhissalamdır.
Bu həccə ki, dünyanın müsəlmanları gedir, bu həccin yaşaması üçün İmam Hüseyin əleyhissalam balalarından keçdi. Bütün dini ayinlərimiz bugün yaşayırsa, müsəlmanlar onlara bugün əməl edə bilirsə, bütün müsəlmanlar cəm şəkildə borcludur İmam Hüseyin əleyhissalama. Çünki Yezid tarixdə bir iş görürdü, Əməvilər tarixdə bir iş görürdü ki, İslamın kökün qazıyırdılar, yavaş-yavaş, bir dəfəyi yox. Yezid qalxıb demirdi, namaz yoxdur. Amma dibin qazımışdı, ora müəyyən yandırıcı maddələr tökmüşdü, kökü çürüyirdi. Namazın vaxtını dəyişirdi, kefi istəyəndə namaza gəlmirdi, kefi istəyəndə şərab içirdi, kefi istəyəndə mənbərə çıxanda bir meymunu var idi, özünə tay bərabər o meymunu çıxardırdı mənbərə. Meymunu öləndə əzadarlıq məclisi qurmuşdu. Bu günləri qalxıb deyənlər ki, İslamda əzadarlıq yoxdur, Peyğəmbərə əza saxlayanda ağızları əylən, imamlara əzadarlıq saxlayanda narahat olanlar bir dəfə qalxıb demir ki, bəs bizim bu Yezid nə üçün meymununa əzadarlıq saxlayır? Bunlar böhtan deyil ki, bunlar tarixdir. Hər kimin İslam tarixindən xəbər olsa görəcək ki, bunlar həqiqətdir. Və belə bir şəxsiyyət İmam Hüseyin əleyhissalam, biz hər birimiz özümüzü borclu bilməliyik. Nəinki, məsələn, vaxtım varsa, mən də əzadarlıqda iştirak eləməliyim. Mən özümü borclu bilməliyəm bu əzadarlıqlarda iştirak etmək üçün. Vəzifə bilməliyəm ki, mənim dinim yaşasın, bəşərdə haqq, ədalət yaşasın, bəşərdə zülm aradan getsin, bəşərdə məzlumun haqqı müdafiə olunsun, bəşərdə məzlumun sayının azlığına, zəifliyinə baxmayaraq zülmün qarşısında cəsarətlə durmağı öyrənsin. Bunun üçün dənə məktəb qoydu Əbu Abdullah Hüseyin əleyhissalam. Hindistanlı gəldi, dedi ki, biz Əbu Abdullah Hüseyin əleyhissalamdan örnək götürdük ki, bütpərəst idi. Müsəlman gəldi, nəysə axtarır. Ki, görək, bu əzadarlıqları, əzadarlıq saxlamaq olar ya olmaz. Mən keçən məclisdə dedim ki, İslamdan hələ öncə Peyğəmbərlər zamanında İmam Hüseyin əleyhissalama ağlanılıb. Əllamə məclisi, mərhum Əllamə məclisi Biharda bir dənə ayrıca fəsl ayırıb bunun barəsində. İslama qədər Əbu Abdullah Hüseyin əleyhissalamın əzadarlığı. Bir neçə misallarını dünən çəkdim. Biri İsmail Peyğəmbər ki, adı Quranda keçir. İbrahim Peyğəmbərin oğlu İsmail deyil, başqa Peyğəmbərdir İsmail. Onun barəsində danışdıq. Həzrət İsa əleyhissalamın barəsində danışdıq. Əzadarlıq saxlamışdı. Əllamə məclisi deyir ki, İbrahim Peyğəmbər. İbrahim Xəlilullah, Ulil Əzm Peyğəmbər. Babildə yaşayırdı İbrahim Peyğəmbər. İndi səfərə çıxıb, yolu gəlib bir səhradan keçir. Bir səhradan keçəndə İbrahim Peyğəmbər gördü ki, atı çöktü. Atı vurdu, özünün yerə qalxmadı. Adətən Peyğəmbərlər, adətən övliyalar bir hadisə qabağa çıxanda narahat edici bir hadisə tez özlərini təftiş ediblər. Mənim bu ayağıma dəyən daş nə üçün dəydi? Allah bəndəsinə zülm etməz. Quran-ı Kərimdə ayə var. Və məllahu zülmən lil-ibad. Allah heç bəndəsinə zülm eləməz. Əgər bugün mənim dişim ağrıyır, başım ağrıyır, ayağıma daş dəyir, bir səbəb var, qayıdıb insan özünü təftiş edir. Övliyalar bu cür olub, Peyğəmbərlər bu cür olublar. Tez İbrahim Peyğəmbər xəbər aldı, İlah və Rəbbi, mən bugün nə iş görmüşəm, nə yanlışım, nə səhvim olub, atım səhrada özünü yerə çırpdı, qalxmır. Nida gəldi, Xəlilim, ya İbrahim, sənin heç müşkülün yoxdur. Bu bir səhradır. Burada sənin sülbündən, sənin nəslindən sonuncu Peyğəmbərin balası Hüseyn ibn Əli, Yar-ı Ənsarı ilə birlikdə
bütün peyğəmbərlərin vəd verdikləri, ləbbeyk dedikləri, qəbul etdikləri imtahanı bir günün içində verəcək. Bu elə bir səhradır. Bu səhranın adı Kərbəladır. Deyir Həzrət İbrahim əleyhissalam qəm çöktü, qəlbini ağladı. Ondan sonra Biharda yazır və bu yenə dünən də dedik ki, bunların, bu hədislərin, bu rəvayətlərin adresi İslamın hər məzhəbinin kitablarında da keçir. Həzrət Adəm və Həvva elə ki, hubut elədi, yəni onları Allah cənnətdən indirdi yerə, o ki, gəldi Ərəfatda onlar bağışlandı, o sonraki məsələdir. Deyir, Həzrət Adəm gəlib, bir yerə çıxıb, bir səhraya çatıb, deyir, səhraya çatan kimi qəm çöktü qəlbinə Həzrət Adəmin. Xəbər aldı, İlahi və Rəbbi, bura nə məkandır, mən bura çatan kimi qəlbimə qəm çöktü. Nida gəldi, ya Adəm, yuqtəlu fi hazəl ərz min vuludikə əl-Hüseyn zulmən. Bu bir məkandır ki, burada sənin balalarından olan Hüseyn zülmlə şəhid olacaq. Yəni, bu qəmin, bu qüssənin bir səbəbi var, boş yerə deyil. Mən həmişə edirəm qardaşlara, bütün hərəmlər fərqlidir, Allah nəsib eləsin, bütün müqəddəs məkanların ziyarətin, bütün hərəmlər fərqlidir. Amma Kərbəlaya ki, çatırsan, o Əbu Abdullah Hüseyin əleyhissalamın hərəminə çatanda qəm çökür adamın qəlbinə. Çünki yeganə hərəmdir, yeganə məsum imamın dəfn olunduğu məkandır ki, həm də imamın qətlicahıdır, həm də imamın qanı orada tökülüb. Həzrət Əli əleyhissalam evində şəhid olub, gətiriblər, Nəcəfdə dəfn ediblər. İmam Həsən evində şəhid olub, aparıblar, Bəqidə dəfn ediblər. O birisi imamlar, hamısı bu cürdür. Yeganə imamdır ki, qanı tökülüb orada, şəhid olub orada, elə orada da dəfn olub. Ona görə hərəmi çox qəmlidir İmam Hüseyin əleyhissalam. Çox hüzünlüdür İmam Hüseyin əleyhissalam. Allah nəsib eləsin. Bütün arzusunda olanlara bu gecələrin ehtiramını istəyirəm Allah. Bilirəm ki, əzizlərin canı yanır, qəlbi yanır Kərbəlası. İstəyirlər. Allah bu gecələr İmam Hüseyin ehtiramına, bizim özümüzün ləyaqətimiz olmasa da İmam Hüseyin əleyhissalamın ehtiramına lütf elə, o müqəddəs hərəmi gələ ziyarət edir. O bir başqa hərəmdir. Hindistandan neçə nəfər gəlmişdilər Əbu Abdullah Hüseyin əleyhissalamın ziyarətinə. İşlərində bir tacir var idi. Deyirlər, hamı getdi ağanın hərəminə, tacir getmirdi hərəmə. Hər gün o qaldığı mehmanxananın eyvanına çıxırdı. Eyvandan deyirdi ki, Əssalamu aleykə Əbu Abdullah. Elə orada Əssalamu aleykə Əbu Abdullah deyirdi, ağlayırdı, keçirdi, otururdu otağında. Ağır bundan gələnlər dedi ki, sən neçə gündür gəlmişik, niyə ağanın hərəminə getmirsən? Dedi, mənlə işiniz olmaz. Mənlə işiniz olmaz. Axırda bu komanda, bu rəhbər ki var idi üstündə, onlara dedilər ki, bir nəfər karvanda var, tacir deyil. Getmir ağanın hərəminə. Gəldilər, dedilər ki, niyə getmirsən hərəmə? Dedi ki, mənim taqətim yoxdur. Mənim gücüm çatmaz. O yerdə ki, Əbu Abdullah şəhid olub, orada balalarının nalə səsi var, mən ora girə bilmərəm. Dedi, yox, bu cür olmaz sən, o qədər yol gəlmirsən, gedək Əbu Abdullah Hüseyni ziyarət elə. Bu çox dedi ki, mənə dəyməyin. Vallah, mən özümü tanıyıram, mən o hərəmə çatsam, balalarımın yanına qayıda bilmərəm.
karvan rəhbəri dedi, yox, bu qədər adam gəlir, ora hamısı gedir, düzdür, hamı orada ağlayır, qəmgin olur, amma hamısı da qayıdır, salamat evinə gəlir. Çox təkid elədilər, bu gəldi. Deyir, gəldi, girdi hərəmə, heç zərihə çata bilmədi. O qətlicahan müqabilində durdu, dedi, əssalamu aleyki, ya Əbu Abdullah. Deyir, orada elə yıxıldı, baxdılar ki, canını tapşırım. İmam Hüseyin əleyhissalamın hərəmi özü bir rozadır, özü bir məqtəldir. Orada nə xütbəyə ehtiyacı var, nə mərsiyə ehtiyacı var. Qəm dolu bir səhradır Kərbəla. Bir dəfə əziz Peyğəmbərimiz İmam Hüseyin əleyhissalam elə balaca idi. Çoxlu öpürdü İmam Hüseyin əleyhissalamı. Boğazından öpdü, sinəsindən öpdü, qollarından öpdü, kürəyindən öpdü, alnından öpdü, başının ortasından öpdü. İmam Hüseyin əleyhissalam dedi ki, baba, niyə bu cür öpürsən məni? Niyə bədənimin hər tərəfindən öpürsən? Dedi, Hüseyin can, mən bu nizələr, oxlar, qılınclar dəyən yerlərdən öpürəm. Mən bilirəm ki, hardan hansı zərbə sənə dəyəcək, Allah mənə onları nişan verib, mən o yerlərdən öpürəm. Peyğəmbər dəfələrlə bunu deyir də ağlayırdı. İndi insafın haradadır, deyirsən ki, əza saxlamaq, nə bilim, bidətdir, şirkidir. Heç ayə də qoyaq, hədis də qoyaq, vicdan məsələsi də bu. Böyük alimlərdən biri deyir, əgər qərbin ziyalıları dərk etsəydilər ki, xalqın əzadarlığının onlara nə qədər müsbət təsirləri var, qərbdəkilər özləri əzadarlıq məclisləri təşkil edərdi. Hansı xalqda, hansı millətdə ki, əzadarlıq mədəniyyəti var, o xalqın mənəvi ruhiyyəsi güclü olur. O xalq dözümlü xalq olur. O xalq qürurlu xalq olur. O xalqın mənəviyyatı güclü olur. O xalq düşmənin qarşısında, zülmün qarşısında alnı açıq dayanmağı bacarır. Ki biz məsələn bunu biz vətənimizin tarixində də gördük. 44 günlük vətən müharibəsində. Necə şövqlə gənclərimiz ki, meydana gedirdilər, onlar bu şövqi, bu cəsarəti İslam şəhadət məktəbi, Əbu Abdullah Hüseyin əleyhissalamın şəhadət məktəbindən almışdılar. Bir dənə tarix yazmadı 44 günlük vətən müharibəsində ki, ordumuzda bir dənə fərari olsun. Əksinə, cəmaatımız axın-axın gedirdi, könüllü iştirak eləmək üçün. Bunları gərək düşünsün ziyalılar, mütəfəkkirlər düşünsün ki, bu əzadarlıqlar bir neymətdir xalq üçün. Bu neymət qorunmalıdır. Bu əzadarlıqların heç bir xalqa zərəri deyməyib 1400 ildə, lakin xeyri, mənfəəti çox deyib. Bu əzadarlıqlar böyük bir ruhiyyədir gənclərimiz üçün. Bugün gənclər qərbin mədəniyyətindən hansı vəziyyətə gəlib düşdükləri göz qabağındadır. Qərb hansı mədəniyyətləri təbliğ edir xalqlara, gəncliyə? Ya egoizm təbliğ olunur, yalnız özünü sevəcəksən, yalnız öz mənafiyin üçün çalışacaqsan, öz mənfəətin üçün çalışacaqsan. Yaxşı, sizə mən sual verirəm, öz mənafiyini güdən gənc sabah bu xalqın uğrunda gedib canından keçməyi bacarar. Şəhidin məqamı ona görə üstündür ki, o öz mənafiyini qoyur, cəmiyyətin mənafiyini qoruyur. Sənin mənim yaşamağımı öz yaşamağından üstün bilir. Gedir öz canından keçir ki, biz rahat yaşayaq. Məktəbin dəyəri budur. Buna kəc baxmaq, bunun qarşılığında durub əks təbliğat aparanlar əslində ittiham olunmalıdır ki, onlar böyük
xalqın genofonuna zərbə vururlar. Bu əzadarlıqlar bir neymətdir və əzizlərim, yenə deyirəm ki, məhramanə bir məclislərdə biz özümüz də axı gərək dəyərin bilək. Axı biz özümüz də bunu o qədər dəyərləndirmədik, o qədər əziz tutmadıq. Nə qədər biz məscidimizi, əzadarlığımızı, İmam Hüseyn əleyhissalamın matəmini uca tutduq, möhkəm tutduq ki, səhər ona bir nəsə olanda da narahat oluruq. Yaxşı, əlimizdə olanda niyə qədrini bilmirik? Ki, bunlar fürsətdir. 70 il insanların əlindən alındı. Amma yaşatdılar. Çox əziyyətlə yaşatdılar, amma yaşatdılar. Əgər bu gün mən rahat gəlirəm, məsciddə əyləşirəm və əzadarlıqda iştirak edirəmsə, gərəkdir ki, mən bunun qədrini biləm. Bəli, İmam Hüseyn əleyhissalamın yaralarının yerindən öpürdü əziz Peyğəmbərimiz. Hələ uşaq idi, hələ o zərbələr ki, dəyməyib İmam Hüseynə. Danışdı İmam Hüseynə. İmam Hüseyn əleyhissalam sual verdi, dedi ki, ya Cədda, babam, ya Rasulallah, və səndən sonra ki, deyirsən, biz şəhid olarıq, atam şəhid olar, qardaşım şəhid olar, mən şəhid olaram. Heç olmasa bizi bir yerdə dəfn edəyərlər. Əziz Peyğəmbərimiz deyir ki, balam, xeyr. Sizin qəbirləriniz də bir-birindən ayrı düşər. Hərəni bir tərəfdə dəfn edəyərlər. Tamam kənar düşərsiniz bir-birinizdən. Həzrəti Əli əleyhissalam bu hadisəni öncədən xəbər verib. Bir dəfə Həzrəti Əli əleyhissalamın xilafəti dönəmində Kufə məscidində, Həzrət məsciddə əyləşmişdi. Suvey adında bir şəxs bu hadisəni danışır. Bir nəfər gəldi, girdi içəri məscidə. Dedi, Xalid ibn Urvə ölüb. İndi məsələn, elə bir zamanda yaşayırıq ki, görsən, bir nəfər dünyasını dəyişən kimi tez elan yazırlar, status yazırlar, hamımızın xəbəri olur da bundan. O vaxt carçılar xəbər verirdi. Gəldi, dedi, Xalid ibn Urfətə ölüb. Ay cəmaat, Xalid ibn Urfətə ölüb. Həzrət Əli əleyhissalam dedi ki, xeyr, sənə yanlış məlumat veriblər. Xalid ibn Urfətə ölməyib. Xalid ibn Urfətə sağdır və Xalid ibn Urfətə hələ çox yaşayacaq bundan sonra. O vaxta qədər ki, balam Hüseyn üzü Kufə səmtinə yol alanda o insanların zərgəsində olacaq ki, İmam Hüseynə qarşı çıxıblar. Hətta dəqiq deyimsə, Xalid ibn Urfətə Hüseynimin başı nizədə olan nizəni daşıyanlardan biri olacaq. Həbib ibn Cəmmaz qalxdı məsciddə ayağa. Dedi ki, ya əmir-el-müminin, Xalid ibn Urfətə deyirsən ki, İmam Hüseynin başını kəsənlərdən, nizəyə vuranlardan olacaq. Əzizəm, bu məsələyə diqqət edək. Bu məsələyə diqqət edək. Bu təəccüb, bu sual onu göstərir ki, o vaxta qədər Xalid ibn Urfətə yəqin ki, mömin olub. Namaz əhli olub, oruc əhli olub. Çünki təəccüb bunu göstərir. Həbib ibn Cəmmaz bu sualı verəndə Həzrət Əli əleyhissalam təəccüblə dedi ki, Həbib ibn Cəmmaz, sən də Xalid ibn Urfətənin yanında ona kömək olmayanlardan olacaqsın. Qalxdı, dedi, ya əmir-ül-müminin, sən nə danışırsan? Haşa, mümkün deyil belə bir şey. Biz qalxıb sənin balon Hüseyni qətl eləyərik, bu mümkün deyil, ya əmir-ül-müminin.
Həzrət Əli əleyhissalam dedi ki, mən dedim, bir sözdür dedim. Tarix bunu göstərəcək. Bu hadisənin üstündən bəlkə 20 ildən çox keçdi. 20 ildən çox keçdi. Süveyf deyir ki, mən Şamdaydım əsirləri gətirəndə. Mən gördüm Xalid ibn Urfə, Həbib ibn Cəmmazla növbəli nizəni daşıyırlar. Növbəli nizəni gətirirlər. Əslində bir ibrətdir. Niyə bu tarixi hadisələri danışırıq? Hud surəsinin 120-ci ayəsində Allah buyurur Peyğəmbərinə xitabən Kullən nəqussu aleyk min ənba'ir rasul linusabbitə bik fuadək. Peyğəmbər, biz sənə keçmiş ənbiyaların qissələrini, hadisələrini buna görə danışırıq ki, qəlbin möhkəmlənsin, iradın möhkəmlənsin, imanın gücləşsin. Tarixin hadisələrini danışmaq, qərəz toxumu yaymaq üçün deyil. Tarixin hadisələrini danışmaq, ibrət almaq üçündür. Yəni Əbu Abdullah, mən gəlmişəm bugün məclisə, bugün bu məsələləri eşitdim və başa düşdüm ki, o cəmbazın təhlükəsi mən üçün də qalıcı bir təhlükədir. Mən də bugün iman əhliyəm, mən də bugün namaz əhliyəm. Mən hətta bu günləri İmam Hüseyin əleyhissalama göz yaşı tökürəm, əzadarlığında iştirak edirəm. Olmaya zaman məni də gətirə bir hala sala ki, mən də gələm, bir gün İmam-ı Zamanın müqabilində dayanım. Mətləbi yarımçıq saxlayarıq. Amma burada bir şəhidin bir kəlamını istəyirəm, diqqətinizə çatdırım. Şəhid Avini, böyük şəhidlərdəndir. Bir kəlamı var. İmkanınız olsa yazın bu kəlamı, hər gün bir dəfə oxuyun. Deyir, İmam-ı Zamana çatmaq istəyənlər gərək sürət əhli olsunlar, tələssünlər. İmam-ı Zamana kim çatmaq istəyirsə, gərək sürət əhli olsun, tələssün. Çünki İmam Hüseyin əleyhissalam məəttəl olub, heç kimi gözləmədi. İmam Hüseyin əleyhissalam gözləmədi. Dəvət elədi, Züheyr gəldi, çatdı, Ubeydullah Hürr-i Cofi gəlmədi. İmam Hüseyin da dayanıb gözləmədi Hürr-i Cofini. Düzdür, Hürr-i Cofi sonra çox peşman oldu, sonra çox başına döydü. Amma İmam Hüseyin dayanıb gözləmədi. Bu günləri, bu məclislərə biz tələsməliyik. Çünki bu kərvan gedir və sürətlə gedir, tələsən bu kərvana çatacaq. Yubanan, tənbəl, bu gün sabaha salan gecikəcək. Və İmam Hüseyin də dayanıb gözləmir. Nə də İmam-ı Zaman dayanıb gözləməyəcək bizi. Ağa gözlə, zuhr eləmirsən, Allah səndən razı olsun, qoy bir dənə filan işim də var, onu tamamlayayım gəlməm. İmam-ı Zaman gözləməyəcək. Necə ki İmam Hüseyin gözləmədi. Mədinədən bir dəfə hay saldı, çıxdı, kim tələsdi 72 nəfər çatdı İmam Hüseyin əleyhissalama, kim gözlədi, bəhanə axtardı, nəsiyyət elədi, onlar getdi. İmam Hüseyin kərvanı sürətlidir ki, hər il bu hədisi deyirik İmam Sadiq əleyhissalamdan ki, Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, biz hamımız nicat gəmisi
Lakin Cəddim Hüseynin gəmisi çox böyük və çox sürətlidir. O gəmiyə sürətlə tələsib çatmalıyıq ki, o gəmi getsə, həyatda o peşman olan Hurricofilər kimi olarıq. Və bir ömrü insanın peşmançılığı sonra fayda verməz. Və bu günlər Mühərrəm ayının ikisidir. Dünənki gün İmam Hüseyin əleyhissalam Kərbəlaya ən sonuncu mənzil, Bəni Məqatil mənzilinə çatmışdı. Orada bir az dayandılar və orada Züheyri dəvət elədi, Züheyri öz tərəfinə çağırdı. Züheyr ilk növbədə razılaşmadı, gəlmək istəmədi, amma sonradan gəldi. Bir gün yubansaydı Züheyr də getmişdi o birisilər kimi. Anında qərar verdi və səadət tapdı həyatda Züheyr. Və bu günlərə İmam Hüseyin əleyhissalam gəlib çatıb Kərbəla atdı bir meydana. Bu günləri daxil olublar Kərbəlaya. Deyir, İmam Hüseyin əleyhissalam Kərbəlaya yetişdi. Gördü bu səhranın qəribə bir qəm-qüssəsi var. Dayandı Əbu Abdullah Hüseyin əleyhissalam. Dedi, bu məntəqənin adı nədir? Orada yaşayanlar bəzisi dedi ki, bura Neynəva deyərlər. Dedi, başqa bir adı. Dedi, bura Şaddul Furat da deyərlər. Dedi, bir başqa adı. Dedi, bura Təffi də deyərlər. İmam Hüseyin əleyhissalam görür, əlamətlər uyğundur, amma adı uyğun gəlmir axı. Dedi, başqa bir adı yoxdur. Dedilər ki, bura Kərbəla da deyərlər. Deyir, İmam Hüseyin əleyhissalam onda gözlərindən yaş gəldi. Dedi, Allaha pənah aparıram, Kərb və bəladan. Kərb və bəla iki söz birləşməsidir. Kərb və bəla. Kərb qəm-qüssədir, bəla da ki, bəla. Dedi, and ola Allaha, and ola canım əlində olan Allaha, bu Cəddim Peyğəmbərin mənə dediyi, Allahın vədə verdiyi yer buradır. Burada bizi şəhid eləyəcəklər. Düşün atlarımızdan, burada biz məskən salacağıq. Hürr, bu günləri İmam Hüseyin əleyhissalamın qabağını kəsib. Dedi, mənə Ömər Səd tapşırıq verib, mən səni hərəkət eləməyə qoymayacağım. 1000 nəfərlik qoşunla gəlmişdi, imkan vermədi. Hətta Züheyr gəldi, dedi ki, ya Abdullah, bunlar hələ 1000 nəfərdir, bunlar hələ çoxalmayıb. İcazə ver, döyüşək, işi bitirək. İmam Hüseyin əleyhissalam orada ki, heç vaxt biz döyüşə başlamayacağıq. Biz müharibə üçün gəlməmişik. Zaten Mühərrəm ayı müharibələrin haram olduğu aydır. Biz tərəfdən heç vaxt ox atılmayacaq. Mərdlik bax budur. Əlində fürsət var, amma fürsəti namərdcəsinə istifadə etmir. Deyir, biz bu işi görməyəcəyik. Deyirlər, əzan vaxtı olur. İmam Hüseyin əleyhissalam deyir ki, hür, imkan ver, biz namazımızı qılaq. Hür deyir ki, siz namazınızı qılın, biz də namazımızı qılaq. Müsibət bu da, müsibət budur. Siz də namazınızı qılın, biz də namazımızı qılaq. Namazı qılaq qutaraq, çəkək qılınclarımızı düşək bir-birimizin canına. İslam ümmətinin tarix boyu bəlasıdır. Eyni Allaha səcdə eləyib, başımızı səcdədən qaldırıb, müsəlmanlar bir-birinə düşmən kəsildi. Bir-birinə qənim kəsildi. İmam Hüseyin əleyhissalam dedi ki, onda
Hür, mən öz cəmaatım üçün piş namaz deyənlərəm, namazımı qılam. Sən də öz qoşunun qarşısında sərkərdəsən, sən də keç dur öz cəmaatının qarşısında namazını qıl. Hür dedi ki, ya Abdullah, olmaz. Sən Fatimənin balasısın. Sən Peyğəmbərin balasısın. Sən piş namaz dayanacaqsan, mən də qoşunumla gəlib sənə iqtida edib namaz qılacaq. Bir cəhətdən budur ki, hür mərdlicini Allaha o gün nümayiş elətdirdi. Hürrün nicat tapmasının, hürrün aqibətinin xeyir bitməsinin, hürrün şəhadətlə ömrünün sonlanmasının əsas səbəblərindən də biri budur ki, ədəb sahibi idi. Peyğəmbərin ailəsinə ədəb göstərdi. Tarix də bunu göstərib ki, hər kim məsumlara ədəblə yanaşıb, aqibət bir xeyir bitib. Hər kim məsumlara ehtiramsız yanaşıb, onun aqibəti heç vaxt xeyirlə bitə bilməz. Bu bir tərəf idi. Amma ikinci bir tərəf ki, bu danışılmalı bir mətləbdir. İnşallah məclislərdə, qarşıdakı məclislərdə vaxt olar danışarıq. Hür, bilirsən ki, bu iqtida olunmalı kişidir, bəs qabağın niyə keçirsən? Sən ki, bunu bilirsən, ali bir şəxsiyyətdir, qabağın niyə keçirsən? Bu da bir başqa mətləbdir.